Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə və ya 206 nəfər köçülüb. Bundan öncə isə mayın 23-də Kəngərli kəndinə köç karvanı yola salınıb. Həmin mərhələdə isə bura köçülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilən fərdi yaşayış evlərinin açarları təqdim olunub. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçülən ailələrlə yanaşı ümumilikdə 40 mindən çox insan yaşayır. Qayıdış həyəcanını yaşayan ailələr əməkdaşlarımızla təəssüratlarını ARB 24-lə də bölüşüblər. Nəhayət ki, 32 ildən sonra öz doğma kəndimizə qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu günü biz çoxdan arzuluyorduk, çoxdan gözləyirdik. Allah prezidentimizin canı sağ eləsin. Mənim istədiyim ən böyük arzum Şuşanı görməkdir. Sonra da bizim doğma torpaqlarımızda qəbirstanlıqlarımız 32 ildə şəhid əsas qəbirstanlıqlarımızı ziyarət eləməkdir. Kəndimizi görməkdir. Oxuduğum məktəbi görməkdir. Bizim üçün ən gözəl, ən sevinçli bir gündür. Çox şükürlər olsun ki, çox uzun illərdən sonra 32 ilin həsrəti bugün tamamlanır. Biz öz torpağımıza qayıdırıq. Şükürlər olsun bugün günə. Çox sağ olsun. Biz prezidentimizə minnətdarlığımızı bildiririk. Bu həsrətə bizə son qoydu. Öz dədə-baba torpağımıza, öz yurdumuza qayıdırıq. Bundan böyük bir gözəl gün ola bilməz, sevinçli bir gün ola bilməz. Şükürlər olsun.